Pilotların formasındakı zolaqların sayı nə üçün fərqlənir? Ümumilikdə pilotların formasında zolaqların sayı 4-ə qədərdir. İlk olaraq bir zolaq Aviasiya Akademiyasının tələbələrinin forması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bəzi avia şirkətlərdə təyyarə bələdçilərinin formalarında da bir zolağa rast gəlmək olur. İki zolaqlı formaları bort rabitəçilər və təyyarənin yüklənməsi üzrə mütəxəssislər geyinirlər. Üç zolaqlı formaları isə hava gəmisinin ikinci pilotları geyinirlər. Bunlardan əlavə olaraq İl-76 kimi çox heyətli təyyarələrdə bort mühəndislər və şturmanlar da 3 zolaqlı forma geyinir. Və nəhayət, hava gəmisinin uçuş işinin təşkilində və təhlükəsizliyin təminində birbaşa cavabdeh olan şəxsin, yəni hava gəmisinin kapitanında 4 zolaqlı forma olur. Bunlardan əlavə olaraq Azərbaycan hava yollarında 10 ildən artıq kapitan təcrübəsi olan hava gəmisinin kapitanlarının formalarında 4 zolaq və ulduz olur. Mən isə Qardaşov Rəşad, hava gəmisinin ikinci pilotu olaraq 3 zolaqlı forma geyinirəm.